Mən Real Həmidov Kimya fənni üzrə sıfırdan sadə izahlarla dərslər seriyasının ilk bölümü ilə qarşınızdayıq. İlk dərsimiz elementlər və simvolları haqqında olacaq. Yəni 7-ci sinifin ilk mövzusudur. Sıfırdan başlamışıq. Əslinə qalsa bundan qabaq da bir video çəkmişdim. Kimyaya giriş və laboratoriya haqqında. Onu da yerləşdirmişəm. 15 dəqiqəlik videodur. Sadəcə olaraq həmin dərs suallara, yəni istər qəbul imtahanı, istər olimpiyada, müxtəlif yarışlara və s. düşmədiyi üçün, yəni qəbul proqramında olmadığı üçün o sadəcə elə-belə izləmək üçün olacaq. Amma əsas dərslər, hansı ki proqramla əsas tələb olunan dərslər bu gündən etibarən başlayır. Ona görə də vaxt itirmədən keçək dərsimizə. İlk dərsimiz dedik ki, elementlər və simvolları haqqındadır. Gəlin baxaq görək element nədir? Daha doğru ifadə ilə desək, kimyəvi elementlər. Belə tərif vermək olar. Eyni növ atomlardan təşkil olunmuş maddələrdir. Məsələn, belə deyək, hidrogen atomları, bütün hidrogen atomları birlikdə hidrogen elementi saymaq olar. Və yaxud da bütün oksigen atomlarını oksigen elementi saymaq olar. Yəni, elementləri bir-birindən fərqləndirən onların fərqli növdə atomlar olmasıdır. Belə desək, hidrogen də atomdur, oksigen də atomdur, fluor da atomdur. Atom daha belə deyək, geniş anlayışdır. Bütün atomlar atomdur. Amma atomlar müəyyən növlərə bölünür. Məsələn, bəziləri hidrogendir, bəziləri oksigendir, bəziləri fluordur. Həmin o atom növləri adlanır elementlər. Yəni, belə desək, atomları biz hissələrə bölsək, müəyyən bir elementlər saymaq olar. Məsələn, tutaq ki, hidrogen elementi, oksigen elementi, fluor elementi və s. Deməli, element atoma nisbətən atom elementdən daha geniş anlayışdır. Element atomlardır, sadəcə eyni növ atomlardır. İndi isə keçək, simvol nədir, onun haqqında danışaq. Simvol elementlərin yazıdakı işarəsidir. Məsələn, hidrogen elementi, oksigen elementi bayaq dedik, bunlar real həyatda olan elementlərdir. Bunun isə yazıda işarəsi hərflərlə verilir. Misal üçün, hidrogen üçün H-ı göstərdik və oksigen üçün O-nu göstərdik. Bu isə simvollarıdır, yəni yazıda olan qeydlərdir. Biz simvolları müəyyən adlandırma qaydaları ilə adlandırırıq. Əvvəlcə baxaq, adlandırma qaydaları nəyə əsasəndir? Misal üçün, tutaq ki, biz xlorun üzərindən götürək. Və yaxud da ki, azotun üzərindən götürsək daha yaxşı olur. Azotun üzərindən götürək. Azot elementinin əslinə qalsa yazılışda adından birinci hərfi A hərfidir. Amma bu Azərbaycanca adıdır. Latınca adı isə nitrogeniumdur. Biz də yazılışda əsasən nəydən istifadə edirik? Kimyada ingiliscə, yəni xarici dildən, latın dilindən əsasən istifadə edirik. Yəni dünya dillərindən. Belə deyək, əslinə qalsa məsələn dəmir. Latınca ferrum, amma ingiliscə, rusca, Azərbaycanca müxtəlif adlar verə bilərik. Amma əsas olan nədir? Dünya dilidir. Yəni kimyanın ortaq dünya dili latınca götürmək olar. Və biz də latınca adına istinadən o simvolları qeyd edirik. Məsəl üçün, azot elementinin işarəsini Azərbaycanca adı olan A hərfi ilə yox, latınca adı olan nitrogeniumun N hərfi, baş hərfi olan N hərfi ilə işarə edirik. Deməli, adlandırma qaydası nə oldu? Latınca adının baş hərfi. Bəzən eyni adla, eyni hərflə başlayan elementlər var. Təbiidir ki, 118 element var. Amma məsələn, ingilis əlifbasında 26 hərf var. Təbiidir ki, 118 elementin hərəsinə bir hərf yoxdur. Yəni, eyni hərflə başlayan bir neçə element ola biləcək. Misal üçün, biz bayaq nitrogenium elementi, yəni azot elementi üçün götürdük. Amma eyni zamanda nikel, daha sonra natrium, daha sonra neon və digər N hərfi ilə başlayan elementlər var. Biz bunların hər birinə N hərfi ilə işarə eləsək, məsələn, nikeli də N hərfi qoyaq, natriumu da N hərfi, neonu da N hərfi. Bunları onda biz azotuna necə ayırt edə biləcəyik? 4 dənə N hərfi olsa, hamısını eyni hərflə ayırt edə bilmərik. Ona görə də belə bir qayda var ki, əgər eyni hərflə başlayan elementlər olarsa, o zaman biri tək hərf, məsələn, azotda tək hərfdir, N hərfi. Amma digərləri isə ikinci və sonraki hərflərdən biri əlavə olunur. Məsələn, nikeldə ikinci hərfi I hərfidir. Natriumda ikinci hərf A hərfidir, neonda ikinci hərf E hərfidir. Burada sadəcə əsas olan odur ki, ikinci hərf kiçik yazılışla yazılsın. Məsələn, bu şəkildə yazmaq olmaz.
kiçik yazılışla, məsələn, N, Y şəklində yazırıq və bu sayədə bir-birindən ayırd olunur. Əgər biz tək N görürüksə, bilirik ki, o nitrogeniumdur. Əgər biz Ni görürsə nikeldir, Na görürsə natriumdur, N görürsə, deməli bu da neondur. Başqa misala baxaq. Misal üçün, karbon elementi. Karbon elementin biz K hərfi ilə işarə edə bilmərik. Çünki o Azərbaycanca adının baş hərfidir. Amma latınca adı isə S hərfi ilə, yəni bizim yazılışına desək, carbon şəklində yazılır. Ona görə də onun baş hərfi S hərfidir, yəni C hərfidir və biz də onun baş hərfi ilə götürürük simvolun qaydasını. Və əgər eyni adla başlayan digər elementlər olarsa, misal üçün kalsium, o da S hərfi ilə başlayır. Və yaxud da ki, xrom, və yaxud da ki, xlor, və yaxud da ki, mis, yəni kuprum, görürük ki, hamısı S hərfi ilə başlayır. Təbii qaydadır ki, ikinci və ya sonraki hərflərdən birini əlavə edirik. Məsələn, kalsiumda ikinci hərfi A-dır. Onu kiçik yazılışla əlavə elədik. Amma məsələn, hər zaman ikinci hərf yox, sonraki hərflərdən biri də ola bilər. Misal üçün, xlorda ikinci hərf H hərfidir, amma H hərfi yox. Üçüncü hərf L hərfi götürülür. Xlor bu şəkildə S, L şəklində yazılır. Və yaxud da ki, misdə amma ikinci hərf götürülür. S, U şəklində yazılır. Əgər biz bunu böyük S, böyük U ilə yazsaq, bu artıq düzgün yazılış olmayacaq. Bu karbon elementidir, bu uran elementidir. Amma kiçik hərflə yazsaq, bu isə kuprum, yəni mis elementidir. Qısası, ikinci hərf böyük yazılmamalıdır, çünki hər bir böyük hərf bir elementə işarədir. Yəni, bütün elementlərin simvolu böyük hərflə başlayır. Bəziləri tək hərf şəklində olur, bəziləri iki hərf, ikinci hərf kiçik yazılışla. İkinci hərf eyni adla başlayır. Məsələn, burada biz kalsium, karbon, xrom, xlor, mis hamısını göstərdik. Eyni hərflə başlayırdı. Həmin o ikinci hərflər eyni hərflə başlayan elementləri ayırd etmək üçün istifadə olunur. Elementlər sərbəst halda mövcudluq formasıdır. Elementlər əvvəlcə təsnif eləyək. Elementlər iki yerə bölünür. Metallar və qeyri-metallar. Qısaca yazıram. Yəni, bütün elementləri biz iki yerə bölə bilərik. Metallar və qeyri-metallar. Elementlərin sayı hal-hazırda 118-dir və kəşf davam edir. 118 elementin əksəriyyəti metaldır, 90-dan çoxu metaldır, qalanı isə qeyri-metaldır. Metal və qeyri-metal arasında fərqlər növbəti dərsimizdə ətraflı şəkildə qeyd edəcəyik. Bu elementlərin ümumi təsnifatıdır. Metallar adətən tək şəkildə, misal üçün natrium metaldır, dəmir metaldır, alüminium metaldır. Bunlar tək halda indeks olmadan göstərilir. Qeyri-metallar isə adətən həmişə yox, çox hallarda molekulyar halda olur. Məsələn, hidrogen elementi tək halda olmur. Həmişə iki dənə hidrogen elementi birləşir, H2 molekulu əmələ gətirir. Ona görə onu yazır H2 və yaxud da oksigen O2, ozon O3, flüor F2, xlor xlor2. Yəni, qeyri-metal elementləri adətən ikisi üçü birləşir, molekul əmələ gətirir və molekulyar quruluşda olur. Və burada göstərdiyimiz bu kiçik yazılışla aşağı sol küncdəki ədəd, yəni elementin simvolunu aşağı sağ küncü daha doğrusu, aşağı sağ küncündəki ədədlərə indeks deyilir. İndeks molekulda olan atomların sayını göstərir. Məsələn, biz dedik H2. O deməkdir ki, onda 2 hidrogen birləşib. Qrafik olaraq göstərsək, 2 dənə hidrogen atomu birləşir, bir dənə hidrogen molekulu, yəni H2 əmələ gətirir. İndi isə keçək ən vacib elementlərin siyahısına. Dedik ki, 118 element var. Amma bunların hamısı orta məktəb səviyyəsində öyrənilmir. Orta məktəb səviyyəsində öyrənilən əsas elementləri mən öz konspektimin, hansı ki özüm yazdığım kitabın ilk səhifəsində elə elementlərin siyahısı verilib. Həmin o 45 elementlə gəlin tanış olaq. Çalışmışam ki, mən onları nizamla verim, yəni müəyyən sıralama ilə verim. O həmin siyahı konspektimdə də var. Kim istəsə mənlə əlaqə saxlasa, konspektimin PDF-ini göndərə və yaxud da ki, çap versiyasında əldə etmək üçün mənə müraciət edə bilərlər. İndi isə gəlin həmin o elementlər, hansı ki ən vacib elementlərin siyahısı ilə tanış olaq. Dedik, elementlər iki yerə bölünür. Qeyri-metallar və metallar. Qeyri-metalların sayı daha azdır. Birinci başlayaq qeyri-metallardan. Ən vacib qeyri-metallardan ilki hidrogendir. Hidrogen H hərfi ilə işarə olunur. Onun qısa adı da hidrogen demirlər, elə H deyirlər. İkincisi bor. Onun qısa adı yoxdur, elə bor da deyirlər, B hərfi ilə işarə olunur. Üçüncüsü karbon.
Karbon C hərfi ilə, yəni bildiyimiz bizim dildəki C hərfi ilə işarə olunur. Onun qısa adı C-dir. Yəni da karbon demirlər, C deyirlər. Bəzilərində qısa adlar var, qısa tələffüzlər var. Bəzi elementlərdə isə qısa tələffüz yoxdur. Məsələn, hidrogəndə hidrogen demirik, H deyirik, karbonda C deyirik, karbon demirik. Amma bəzilərində, məsələn, silisium elementində isə elə silisium da deyirik. Yəni onu biz qısaldıb C şəklində və yaxud da digər formalar sala bilmirik. Silisium isə elə silisium şəklində deyilir. Daha sonra azot N hərfi ilə işarə olunur. Elə qısa adı da N-dir. Ondan sonra fosfor bəzən uşaqlar çaşır P hərfi ilə. Çünki PH birləşməsi, necə ki telefon sözündə pxone şəklində yazılır, eləcə də fosforda da fosforus şəklində yazılır. Ona görə P hərfi ilə işarə olunur və elə qısa yazılışı da, deyilişi də daha doğrusu P-dir. Oksigen O ilə işarə olunur, elə qısa yazılışı da, tələffüzü də O-dur. Məsələn də H2O yazanda demirik hidrogen 2O, oksigen. Elə demirik. H2O deyirik. Qısa tələffüzlər hansında var? Qeyd eləyək, hidrogenda var, karbonda var, azotda var, fosforda var, oksigenda var, bir də kükürddə var. Kükürdün də işarəsi S-dir. Elə S şəklində də qısa tələffüzü var. Deməli, hansı elementlərdə qısa tələffüz var idi? Hidrogen, karbon, azot, fosfor, oksigen, kükürd. Bunlara deyirlər H, C, N, P, O, S. Bunların qısa tələffüzü var. Keçək digərlərinə, qısa tələffüzü olmayanlar. Bunlar da qeyri-metallardır. Bunlardan flor, xlor, brom və yod. Bunlar adlanır halogenlər. Bunlar haqqında, hər bir element qrupası haqqında gələcəkdə ətraflı keçəcəyik. Daha sonra təsirsiz qazlar adlanan bir qrupa var. Deməli, 6 elementdən ibarətdir. Helium, neon, argon, kripton, ksenon, radon. Bunlara da deyirlər, təsirsiz qazlar da deyirlər, nəcib qazlar da deyirlər. Qeyd edək ki, halogen dediyimiz bax bu qrup 7-ci qrup, modern cədvəllə götürsək 17-ci qrup elementləridir. Amma təsirsiz qaz dediyimiz bax bu qrup ki var, buna da 8-ci qrup, yer gəlmişsə 7A, 8A deyə də əsas üçüncü yarım qrupdur. Digər deyişlə müasir dövrü cədvəlin 18-ci qrup elementləridir. Daha sonra əsas qeyri-metallar elə bunlardan ibarətdir, yəni hal-hazırda verdiyimiz qeyri-metallardır. İndi isə keçək ən vacib metalların siyahısına. Ən vacib metallar sıra ilə qrup şəklində verək. Əvvəlcə birinci qrup metalların verək. Elə yeni cədvəllə də biz bunu götürə bilərik. Deməli, bunlar hansılardır? Qələvi metallar da deyilir bunlar həmçinin. Nə deyilir? Qələvi metallar. Bunlara aiddir litium, natrium, kalium, rubidium, sezium, fransiyum. Bunlar qələvi metallar adlanır. Daha sonra biz keçid alırıq ikinci qrup, əsas yarım qrup elementlərinə. Bu şəkildə A-ları da yazaq bura. Yəni A nə deməkdir? Əsas yarım qrup mənasını verir. Və yaxud da ikinci qrup elementləri də deyə bilərik. Çünki müasir dövrü cədvəldə biraz dəyişiklik var. Bunlara da aiddir berilyum, magnezium, kalsiyum, stronsium, barium və radium. Yazılışlarda bu şəkildə verilib. Yer gəlmişkən metallarda qısa ad söhbəti, qısa tələffüz söhbəti yoxdur. Nə cür yazılsa elə də qeyd olmalıdır. Məsələn, kalsium oksidi ifadə eləmək istəsənsə elə kalsium oksid deyə bilərsən. Da SaO və s. bu şəkildə kalsium O şəklində də deyə bilərsən. Amma SaO və s. qısaltmalar eləmək olmaz. Yəni qaydaya uyğun ifadə eləmək lazımdır. İkinci qrup bu elementlərə qələvi torpaq metalları da deyirlər. Qələvi torpaq. Deməli, birinci qrup qələvi metallardır. Buna isə qələvi torpaqda deyirlər. Həmçinin bunlardan hamısına yox, 4-ünə qələvi torpaq metal deyirlər. Hansılardır bunlar? Kalsium, stronsium, barium, radium. Yəni, buradakı ilk iki element, berilyumla magnezium qələvi torpaq adlandırıla bilməz. Daha sonra keçid alaq dövrü cədvəlin növbəti qruplarında əsas olan elementlərdən var alüminium, bizə tanış olan maddədir. Qalay, SN şəklində yazılır və qurğuşun PB şəklində yazılır. Bunlar əsas yarım qrup metallardır. Bunların hər biri haqqında ətraflı məlumat gələcəkdə öyrənci əsas nədir, əlavə nədir, hər bir maddənin istifadə qaydası, istifadə sahəsi, alınması xassələri. Bunlar çox-çox sonrakı dərslərdir. Sadəcə biz burada ümumi məlumat veririk. İndi keçək əlavə yarım qrup metallarına. Əlavə yarım qrup metallarından ən məşhur olan
birinci qrup metallarından mis, yəni bunlar birinci qrup əlavə yarım qrupdur. Mis, gümüş Ag şəklində göstərilir, qızıl Au şəklində. Yeri gəlmişkən Ag argentum, Argentinanın adından götürülüb və aurum, cuprum argentum aurum, yəni mis, bu da gümüş və aurum da nədir? Qızıldır. Daha sonra ikinci qrup metallarına baxaq. İkinci qrup metallarından sink, Zn şəklində göstərilir, kadmium, Cd şəklində göstərilir, civə hidrargyrum. Biz bayaq demişdik, ikinci və ya sonraki hərflərdən biri ola bilər. Misal üçün, civənin yazılışın latınca adını yazsaq, hidrargyrum şəklində yaza bilərik. Görürük ki, birinci H hərfin, bir də C hərfin ortadakı hərfi götürüb. Yəni, ikinci hərfi, üçüncü hərfi və s. yox. Ortadakı hərflərdən birini götürüb H, C şəklində göstərib. Daha sonra əlavə yarım qrup metallarına xrom, manqan, Mn şəklində və dəmir, ferrum sözündən götürülüb, F şəklində yazılır. Daha sonra kobalt, Co, nikel, Ni hərfi ilə, platinum da Pt şəklində göstərilir. Bunlar hansı elementlərdir? Əlavə yarım qrup metallarıdır. Fikir verdinizsə, bəzi elementlər ölkələrin adı ilə götürülür. Misal üçün, bayaq dedik, fransiyum, argentium, bunlar Fransa, Argentina və s. ölkə adlarından və yaxud da polonium, Polşanın adı ilə, Germanium, Almaniyanın adı ilə götürülür. Yəni, bəzi elementlərə ölkə adları verilib. Bəzi elementlərə isə alim adları verilir. Məsələn, Einsteinium, Mendeleyevium və s. Bəzi elementlərə isə planet adları verilir. Məsələn, uran elementi, plutonium elementi, neptunium elementi. Bunlar da uran, neptun, pluton və digər planetlərin adından götürülüb. Bəzi elementlər də var ki, onlar elə qədimdən bəri məlumdur. Qədimdən bəri məlum olan elementlər, hansı ki, məsələn, bu siyahıda məsələn, dəmir və yaxud da gümüş. Qədimdən bəri demək ki, əksər xalqlara məlumdur. Ona görə məsələn dəmirə biz başqa ad vermişik. Ruslar başqa ad, ingilislər başqa. Hər millət özünə məxsus ad verib. Amma biz onu ortaq ad kimi götürürük. Kimyada ferrum, latınca adın. Və yaxud da gümüşə biz başqa ad deyirik. Ruslar, ingilislər, fransızlar hərə bir ad verib. Amma biz onu argentum, yəni ortaq adı ilə götürmüşük. Bu elementlərin sayı azdır. Əksər elementlər isə müasir dövrdə kəşf olunmuş, belə deyək də 1800-lərdən sonra, son 2-3 əsrdə kəşf olunub. Onları isə bütün dünyada elə ortaq adı var. Məsələn, oksigenium elementi elə bizdə də oksigen kimi götürülür, ingilislərdə də və s. Və yaxud da ki, məsələn, hidrogen elementi elə bizdə də hidrogen gedir, hidrogenium, latınca, bir dənə latınca fərqi odur ki, ium şəkilçiləri var, oksigenium, hidrogenium, bizdə o ium şəkilçisi yoxdur. Yəni, müasir elementlər, kəşf olunan əksər elementlər, hansı ki, onlar bütün dünyada eyni adla ifadə olunur. Amma qədimdən bəri məlum olan elementlər isə bizlə latıncada fərq var. Məsələn, cuprum latıncadır, amma bizdə misdir. Çünki qədimdən bəri qızıl, qədimdən bəri gümüş və qədimdən bəri məlumdur. Amma sink müasir elementlərdəndir. Ona görə görürsünüz, zink şəklində yazılır. Xırda fərq var. Və yaxud da kadmium, cadmium şəklində yazılır. Burada verilir civə. Və yaxud da ki, civə yox, civə qədimdən bəri məlumdur. Və yaxud da ki, məsələn, manqan. Elə latıncada, bizim dildə də manqan deyilir və bu tip elementləri yadda saxlamaq da asandır. Və yaxud da kobalt, nikel, platinum müasir elementlərdir. Son 2-3 əsrdə kəşf olunmuş elementlərdir. Ona görə də həmin o elementlərin adını yadda saxlamaq daha asandır. Belə desək, 70-80 elementin adını belə rahat yadda saxlamaq olur. Amma bəzi elementlər var ki, məsələn, dəmirdir. Məsəl üçün, burada verdiyi və yaxud da qızıldır, gümüşdür, misdir. Bunlarda latınca ilə Azərbaycancası, tək Azərbaycanca yox, bütün dünya xalqlarında fərqlər var. Ona görə də bunları bir neçə elementdir ki, bunları yadda saxlamaq lazımdır. Bu 45 element əslində orta məktəb səviyyəsində kifayətdir, amma ətraflı elementlərin hamısını öyrənmək istəyən dövrü cədvəl, Mendeleyevin dövrü cədvəlində bütün elementlərin siyahısı və adları verilmişdir. Bu qədər, növbəti dərslərdə görüşənədək ikinci dərsdə yerləşdirəcəm. Elə bu mövzunu müəyyən mənada davamı şəklində olacaq. Bioelementlər və digər dərslər haqqında 7-ci sinifin əvvəlindən ta ki axıra qədər verəcəyik. Sağ olun, növbəti dərslərdə görüşənədək.